Dövlət Turizm Agentliyinin təşkilatçılığı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Muxtar Respublikaya media tur təşkil edilib. Media turun əsas məqsədi Naxçıvanın eko, mədəni, sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir. Media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Batabat yaylağı, buradakı hayking marşrutları, həmçinin Naxçıvan şəhəri yaxınlığındakı Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olublar. Naxçıvana səfər çərçivəsində Əshab-ı Kəhf Dini Mədəni Abidə kompleksi, Xan Sarayı, Dövlət Tarixi Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey kompleksi, Naxçıvan Qala Tarix Memarlıq Muzey kompleksi, Nuh Peyğəmbərin Məzarüstü türbəsi və Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər məscidi də ziyarət olunub. Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.